qonaqlarımız da var deyəsən. Hollandiyadan gələn qonaqlarımız və Türkiyədən gələn qardaşlarımız, xoş gəlmişsiniz hər birinizi. Və oyuna gəldikdə çox vacib oyundur. Ümumən düzdür, hazırlaşmağa bir qədər vaxtımız olmadı. İstərdik ki, daha da çox bir neçə gün vaxtımız olsun. Çünki oyunun gedişatında çox fərqli rotasiyalar eləyən bir komandaya qarşı oynayırıq. Meydanda çox düşünmək, çox diqqətli olmağımız lazım olacaq. Amma hər bir halda qarşımızda qalib gəlmək istəyən bir komanda var, hansı ki ilk qalibiyyətini istəyəcək. Ümumiyyətcə onların proqramına baxanda əvvəlcədən də hiss olunur ki, çox ciddi hazırlaşıblar və çox ciddi hazırlaşdılar bu oyuna. 2 gün öncə gəliblər və məşqi başqa yerdə eləyirlər. Görünən odur ki, bütün var gücü ilə bu oyuna hazırlaşırlar. Və biz çalışacağıq yenə öz istəkli futbolumuzu oynamağı istəyəcəyik və çox istərdik ki, daha çox yaradıcı olaq bu oyunda, amma rəqib meydanda birə-bir oynamağı xoşlayan və dediyim kimi fərqli rotasiyalar eləyən bir kollektivdir. Və belə çalışacağıq sizləri sevindirməyə, azərkeşlərimizi sevindirməyə və inşallah uğurlu nəticə əldə etməyə. Mateus. Amanhã esperamos grande jogo. Estamos bem focados nisso. Tivemos pouco tempo de trabalho, mas sabemos a nossa filosofia de trabalho que o nosso treinador passa para a gente. E, se Deus quiser, vamos fazer grande jogo em frente à nossa torcida, que é o que a gente vem desempenhando nos jogos. Aydın məsələdir, bizi sabah çox bir ciddi oyun gözləyir. Çox təəssüf ki, bu oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı, amma bizim oyun fəlsəfəmiz hamıya bəllidir. Yəni ona görə məşqçinin bizə nə istədiyi bəllidir. Yəni hamımız bilirik sabah meydanda nə edəcəyimizi və üstəlik də doğma meydanda azərkeşlərimiz önündə oynayacağıq və çalışacaq ki, azərkeşlərimizi sevindirək. Mateus'a suallarla başlaya bilərik. Buyurun. Sualımız yoxdursa Mateus'a var. Buyur. Miri. Okay. Uğurlar arzulayıram sabah. Mateus üçün Çempionlar Liqasında, yəni əvvəlki illərə baxanda Qarabağdakı çox yaxşı performans sərgiləyir. Sabahki oyundan nə gözləyir şəxsən futbolçu olaraq oyuna qarşı? Ajax'ın 6 oyuncusu oynamayacaq, amma təbii ki, bu turnir elə turnir ki, əvəz edilməz oyuncu yoxdur futbol komandalar üçün. Yəni Mateus'un performansının davamını görə bilərikmi sabahki oyunda? Xüsusi bir motivasiyası varmı? Həll edici oyun kimi görünür bu oyun. Obrigado, mas toda a nossa equipe está mostrando o nosso melhor. E amanhã, não só eu, mas como todos os meus companheiros, vamos dar o melhor dentro de campo. Vocês podem ter certeza disso, que a gente vai até o último suspiro, até a última corrida, a gente vai dar tudo para sair com essa vitória amanhã. Xoş sözlərinizə görə çox sağ olun. Amma düşünürəm ki, bu turnirdə uğurlu nəticələr əldə etmək üçün təkcə mənim yüksək performans göstərməyim yetərli deyil və bütün komanda yoldaşlarım hamısı yüksək performans göstərir və sizə yəni söz verə bilərəm ki, yəni sabahda eyni ilə bütün komanda yoldaşlarım həm də mən əlimizdən gələni eləyəcəyik. Var. Mateus, buyur Elsəvər. Əvvəlcə uğurlar arzulayıram. Sabah demək olar ki, Qarabağ üçün həll edici oyunlardan biri olacaq. Komandanın içində həyəcan varmı bununla bağlı ki, sabah qələbə qazansaq, növbəti mərhələ üçün çox böyük bir yol açılacaq? Sim, é grande jogo amanhã, mas não estamos nervosos. Todos os jogos são grandes. É claro que a gente não vem de 2 jogos positivos, mas amanhã, como eu falei, vamos entregar tudo
e com o nosso trabalho a gente vem colhendo nossos frutos. E amanhã, se Deus quiser, frente aos nossos, vamos trazer o resultado. Təbii ki, Çempionlar Liqasında bütün oyunlar böyük oyunlardır, amma hər hansı bir həyəcan yoxdur. Yəni bütün oyunlara necə hazırlaşırıqsa, bu oyuna da eyni ilə hazırlaşırıq və dediyim kimi, yəni yaxşı oyun göstərməyə çalışarıq. Mateus, ötən il komanda 3-0 uzmuşdu Ajax'a. Onun bir revanş hissi var mı komandanın içində? Nə var? Revanş hissi. O ano passado perdemos 3-0 contra eles. Você tem revanche contra eles agora? Ah, sim, sempre tem. A gente sabe que tivemos uma derrota frente a eles. E amanhã, com esse jogo, pode ter certeza que a gente vai pôr tudo em campo para reverter esse placar que a gente teve. Doğrudur. Keçən il onları böyük hesabla məğlub olmuşduq, amma bir sözü deyə bilərəm ki, yəni vəziyyəti bu dəfə öz xeyrimizə dəyişməyə çalışacağıq. Görüşə axırıncı sual. Oyunla bağlı sual verməyəcəm. Son günlər mətbuatda yəni iddialar var ki, Mateus Flamengoya keçə bilər. Yəni Qarabağa gəlib tramplin olaraq çox, yəni Qarabağ bütün futbolçular üçün yaxşı tramplindir. Məsələn, Juninho hal-hazırda Flamengoda oynayır. Yəni belə bir məlumat varmı və yaxud da Flamengonun ən azından adının hallanması xüsusi bir motivasiya verir Mateus'a və bu baş verə bilərmi, yəni Flamengoya keçidi? Você pode passar para Flamengo como trampolina para todos os jogadores, como se o Juninho já passou para Flamengo. E tem uma notícia, você já ouviu essa notícia? E também pode ser uma motivação para você? Não, na imprensa sai muita coisa e não dá para acreditar em tudo, e também a gente não fica metendo essas coisas na cabeça, porque a gente está no meio de um trabalho, estamos no meio de uma missão e não podemos desfocar. É claro que depois a gente para e pensa nessas coisas, mas no momento a gente não para pensar nisso, a gente está focado na nossa missão e é isso que a gente tem que fazer até o fim. Mətbuatda ümumiyyətlə çoxlu xəbərlər çıxır və bütün bu xəbərlərə inanmaq zorunda deyilik. Ona görə də biz yolun ortasındayıq. Bizim öz missiyamız var. Həmin missiyanı bitirməliyik və yəni fokuslanmışıq bir işə və bundan bu diqqətimizi yayındırmamalıdır. Sonradan yəni vaxtımız olacaq, yəni düşünmək üçün, amma dediyim kimi missiyamızı sona qədər başa vurmalıyıq. Teşekkürler Mateus. Obrigado, podemos ir. Buyur Orxan. Qurban müəllim, sabahki oyunda uğurlar arzulayıram. Təbii ki, Ajax'ın gücü bəllidir. Köklü komandadır, tarixi var. Amma hazırda Ajax'ın 5 oyundan 0 xalı var və sonuncu yerdədir. Bu vəziyyətin bu cür olmağı bir çox azarkeşlərdə bu oyuna 3 xal gözü ilə baxılır. Yəni bu hal komandaya, futbolçulara necə təsir edəcək? Yəni mənfi yoxsa müsbət? Çox sağ olun. Elə ən təhlükəlisi budur. Ümumiyyətcə, yəni bu cür yanaşmaq. Bəli, istənilən komandanın xalı olmaya bilər və yaxud daha çox ola bilər. Bəlkə biz də qrupa düşəndə oyunlarımızı biləndə ki, hansı rəqiblərə qarşı oynayacaq, bizə qarşı da bəlkə müəyyən fikirlər vardı ki, biz ola bilər xalımız çox az olsun, amma bugün şükürlər olsun Allaha demək olar ki, xeyli xalımız var. Eləcə də Ajax-ı belə yanaşmaq, elə yanaşaraq bizdən 3 xal gözləmək bu biraz təhlükəlidir, amma güvənərək 3 xal gözləmək bu biraz fərqlidir. Ona görə yəni bu hər rəqibə qarşı belə bir fikirlər olub, həm azarkeşlərdə, həm ümumiyyətcə mediada belə bir fikirlər gedib, amma bu da bizə əlavə bir təcrübə verib ki, futbolçuları oyuna bu fikirlərdən uzaqlaşmaq üçün kökləyə bilirik və sadəcə biz başqa kənar fikirlərə belə deyək, diqqət ayırmayaraq elə fikrimizi tam oyuna kökləməliyik, elə çalışıb düzgün insanla oyun oynamalıyıq və qarşımızda Ajax var. Buyur Səvər.
Qurban müəllim, sualın davamı olaraq deyirəm. Yəni bu ilk dəfədir bəlkə belə bir şey olur ki, bir futbol ölkəsinin mətbuatı Qarabağı daha üstün görür və qalib gələcəyini yazır. Niderland mətbuatında bütün xəbərlər o yöndədir ki, Qarabağ Ajaxa qalib gələcək və şanslı görürlər. Bunu oxuyub siz nə düşünürsünüz? Ya futbolçuları yəni bundan kənar tuta biləcəksiniz, yəni özlərinə güvənəcəklər ki, biz sabah qalib gələcəyik. Yox, buna bir Azərbaycanlı kimi ancaq sevinə bilərəm. Əgər Qarabağı belə dəyərləndirirlərsə, bu ölkənin komandasını belə dəyərləndirirlərsə, buna ancaq sevinə bilərik. Deməli, öz oyunumuzla, öz nəticələrimizlə, öz stabil çıxışımızla deməli bunu bəlkə də haqq etmişik. Ona görə belə dəyərləndirirlər. Təkcə bugünə görə yox, məncə bu ümumi illərin gedişatına görə belə bir fikir formalaşıb və məncə bunun oyuna heç bir oyunun gedişatına heç bir təsir olmalı deyil. Sadəcə bu da belə deyək bizim işimizə əlavə bir müsbət bir hal kimi gəlmək olar, hansı ki deməli bizi dəyərləndirirlər, deməli bizə güvənirlər, bizə qiymət verirlər və belə ancaq dediyim kimi bu sevindirici bir xəbərdir. Emin buyur. Qurban müəllim, sabah sizə uğurlar. Keçən dəfə qeyd elədiniz ki, rəqibin oyunda, sistemdə nəsə dəyişiklik var. Belə dəyişikliklərə necə hazır olmaq olar? Oyun vaxtı, yəni ki, dəyişiklik də ola bilər. Bəli, elə oyunun ilk açılışda da fikirlərini də bildirdim. Bir oyunun gedişatında sistemdə dəyişiklik eləyir və ilk dəqiqələrdən də bunu eləyə bilər. Hansı ki, həm 5-li müdafiə oynayır, həm 4-lü müdafiə oynayır və hücum xəttində fərqli sistem qurur. Yəni futbolçularımın ona görə bildirdim ki, oyunun gedişatında çox diqqətli olması lazım olacaq. Çünki biz daha çox istəyirik ki, aktiv futbol oynamağa, daha çox rəqibə təzyiq göstərmək istəyirik. Əgər sistemdə hər hansı bir biraz dəyişiklik olsa, bunu biz həmən hiss eləməliyik. Futbolçular meydanda həmən hiss eləməlidir ki, düşündüklərimiz yanlış olmasın. Əgər yanlış olduğunda bu bizim qapıda təhlükə deməkdir. Buyurun Erdal Bey. Öncelikle meslektaşlarımın söylediği şeyler Türkiye'de de geçerli. Artık Karabağ neredeyse Türkiye'den bakışta da her maçın favorisi. Hatta Napoli maçında bile favori gibi görünüyordu Türkiye'de. Bu anlamda üzerinize çok daha ağır bir mesuliyet yüklendi gibi görünüyor. Allah kolaylık versin. Sorum şu. Bugün geldiğiniz noktada sezon başıyla düşünürseniz hedeflediğinizin kaçını yaptınız? Başarılı buluyor muyuz siz? Kendinizle muhasebe yapınca. Teşekkür ediyorum. Çox sağ olun. Bəlkə demək çətin olar mənim üçün. Düşündüyümüz nəticəni etmişik və ya etməmişik. Bəlkə razılaşa bilərik ki, hətta etmişik. Çünki elə ilk oyunda, Benfica ilə oyunda bizim Ümumiyyətlə Çempionlar Liqasında qrup mərhələsində ilk qalibiyyətimiz oldu. Bunu bir yenilik kimi qəbul elədik. Bu sonra ikinci qalibiyyət oldu, əlavə gəldi və sonra Chelsea ilə oyunda yenə bərabərlik oldu. Bunlar əlavə və bu sadəcə ümumi götürsək illik nəticəyə görə çox yaxşı, çox gözəl bir nəticədir. Amma biz dayanmaq, durmaq istəmirik. Əgər bizim şansımız varsa, biz daha da irəli getmək istəyirik və daha da güvənli olmaq istəyirik. Çünki böyük futbolda böyük uğurlar əldə etmək üçün yəni etdiyin heç vaxt bəs eləmir. Gərək minimumu əldə saxlayasan və yenə artıq etmək lazımdır. Və belə bugünə kimi olan oyundan, nəticədən çox razıyam, futbolçularımdan çox razıyam. Amma biz daha da böyük olmaq üçün, daha da
keyfiyyətli bir kollektiv komanda olmaq üçün bizə yenə nəticə vermək lazımdır. Başqa sualımız yoxdur. Var. Miri, buyur. Uğurlar arzulayıram. Şablon sual verəcəm. Ötən mövsüm Ajaxa qarşı əslində Qarabağ yaxşı başlamışdı. Yaxşı 10 nəfərlə qalanda belə yaxşı epizodlar yaxaladı, amma onları reallaşdıra bilməmişdi. Ötən mövsüm Ajax Farioli'nin Ajax'ı idi. İndiki isə yəni belə deyək də əvəz etmədə olan baş məşqçi də hələ tam olaraq təsdiqlənməyib. Yəni bu iki komandanın oyun sisteminə danışdıq düzdür, amma o Ajax-la bu Ajax arasında bir xüsusi bir fərq varmı? Hansısa bir detallarda, yoxsa aşağı yuxarı eyni futbol oynayan bir komandadır? Ümumiyyətcə biz futbol dedikdə həmişə Ajax öndə olub. Yəni onların oyun sistemi, onların fəlsəfəsi, ümumiyyətcə onların əlaqədə uşaq akademiyası və biz Ajax dedikdə biz Cruyff yadımıza düşür. Hansı ki o bugünkü futbolun belə deyək də o baxımlı futbolun banisi belə deyək Cruyff'dur. Ona görə bu əgər belə bir dahi bir futbolçunun, məşqçinin ölkəsinin komandasıdırsa, burada məşqçilər dəyişə bilər, amma sistem həmişə qalacaq və sadəcə bəzi xırda detallar bu daima oyun gedişatında olur. Biz heç vaxt onları düşünərək komandaya yaxınlaşmalı deyilik. Yəni oyuna hazırlaşmalı deyilik. Biz sadəcə bu Ajax'dır, biz Ajax'a qarşı oynayırıq, belə düşünməliyik. Ona görə qarşımızda dediyim kimi çox ciddi və qarşımızda ciddi bir komanda və qarşımızda Ajax var. Murad, son sual. Buyurun. Bir də Murad, son sual. Buyurun. Qurban, mən uğurlar arzulayıram sabahki oyunda. Bu Qarabağın hər oyundan sonra Çempionlar Liqasında performansını dünya mətbuatında çox geniş işıqlandırılır və əsas da heyət dəyəri daha çox göz önünə çıxarılır. Təbii ki, bu da yanvarda bu artıq indidən başlayıb transfer şayələri, məsələlər ortaya çıxmağa. Yəni sualım bundan ibarətdir. Qarabağ yanvarda heyəti qorumağa çalışacaq, yoxsa əlinə yaxşı fürsət düşmüşkən oyunçuları yaxşı qiymətə satmağı planlaşdıracaq? Ümumən ilin sonuna həmişə komandada problemlər olur. Biz götürsək belə, məsələn, elə bizdə bir neçə oyunçumuz zədəli, bir neçə oyunçumuz mikro zədəli, bir neçə oyunçumuz yorğun. Yəni sezon sona yaxınlaşdıqca bizim istənilən klubun, yəni istənilən böyük klubların hətta problemləri olur. Və biz daima heyətimizdə daha yaxşı, daha keyfiyyətli oyuncuların olmasının tərəfdarıyıq və bunun da üzərində iş gedir. Amma biz əgər dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Əgər yaxşı bir klubdan, yaxşı bir ölkənin klubundan bizim oyunculara hansısa bir yaxşı təklif olarsa, o bazara girmək üçün də biz bu addımları atmalıyıq və hansı ki, bugünə kimi bir neçə bizim belə bir transferimiz olub və əlbəttə ki, özümüz də komandaya əlavə bir oyuncular gətirməliyik. Çünki bu bizim işin gedişatıdır. Belə bir şey yoxdur ki, bu futbolçu mənim komandamda olacaq və bu buradan heç yana getməməlidir. Biz çox istəyirik ki, daha üstün çempionat, daha üstün klublara getsin. Belə olduğu halda biz buna yox deməyəcəyik və imkan olduğu qədər də komandamıza transfer pəncərəsində mütləq bir neçə oyuncu dəvət etmək istəyirik ki, kollektivimiz daha sağlam olsun və daha da keyfiyyətli olsun. Təşəkkürlər, sabah görüşəndə. Sağ olun.